Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərin mərkəzində Ağsaray Kuruğuna yaxın düz yolun qırağında 202, 92, 91 marşrutlarından 20 metr məsafədə, 20-30 metr məsafədə 3 otaqlı, geniş otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, ev sahibi buranın haraya bir həyəti görürsünüz 80-90 kvadrat olar, bir sota yaxındır. Üstünü sadəcə ev sahibi bağlayıb. Demək, burada yəni yoldur. Bura darvaza da qoya bilərsiniz. Yəni rahat geniş açılmaq üçün düz yola açılır. Ev sahibi sadəcə belə eləyib, yəni əl qapısı qoyub. Yəni birbaşa darvaza qoyursuz, rahat həyətinə 200 maşın daxil ola bilər. Evin xarici görünüşü gördüyünüz kimi də bax belə. Demək, qalxırıq indi evin içi ilə tanış oluruq. Həyətyanın sahilinə bir dənə bax belə çəkirəm. Gördüyünüz kimi haradasa bir sota yaxın həyəti var. Ev sahibi özü belə bağlayıb, amma yenə də kim alsa istədiyi kimi aça bilər. Yəni üstün, həyətin üstünü aça bilər. Amma yeri super yerdir. Ağsaray Kuruğuna yaxındır, yolun düz qırağındadır. Demək, bura sanuzel hissəsidir, hörmətli izləyicilər. Gördüyünüz kimi bura təmir qaydasındadır. Lazım olan adam, alan adam, bax buranı da belə pəncərə ilə zaten bağlayıb evin içinə sala bilər. İndi keçən evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Girən kimi geniş bir dənə burada mətbəxdir. Mətbəxdir. Görürsünüz, bax belə. Yəni buranın ev sahibi, bura dəhliz qoyub, buradan belə kəsəb mətbəxə ayıra bilərdi. Sadəcə bax belə, özü belə saxlayıb ki, genişliyi olsun. Mətbəx bax belə kəsilsə, yəni ayırmaq olur. Dəhliz sevi kimi, burada bir dənə otaq kimi, yeyib içib oturmaq kimi istifadə eləmək olar. Mətbəx ayrı, burada yeyib içmək oturmaq üçün şərait yaradıla bilər. Buradan daxil oluruq qonaq otağına. Gördüyünüz kimi qonaq otağı da genişli, haradasa 22-24 kvadrat olar. Bura qonaq otağıdır, bir dənə ətrafda çəkirəm, bir dənə diqqətlə baxın. Evdən proyektlər dəyişilməlidirsə, onu da siz nəzərinizə çatdırıram ki, hörmətli izləyicilər, yəni məlumatınız olsun. Yəni evin mümkündür dəyişməyi. Burada bir dənə də geniş bir yataq otağı da haradasa 14-15 kvadrat olar. Gördüyünüz kimi də ev kuru qoşa daşlandı. Yeri yenə qeyd edirəm. Yəni yaxşı yerdədir. Düz Ağsaray Kuruğuna yaxın, yolun düz qırağındadır. Sənədi qeydiyyatlandır. Bunu da nəzərinizə çatdırım. Sənəd propiska, yəni qeydiyyatlandır. Buranın çəkimi. Burada bir yataq otağıdır. Gördüyünüz kimi də burada haradasa eyni kvadrat olar. 14-15 kvadrat olar. Gördüyünüz kimi də burada təmiri qaydasında. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmasına köməkli göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Əlavə də çəkilməyən evlərimiz var. Başdakı nömrə ilə əlaqə saxlayarsınız, sizə yəni başqa evlər də göstərə bilərik. Vaxt olduqca çəkib sizin nəzərinizə çatdırırıq, hörmətli izləyicilər. Gördüyünüz kimi də ev, bütün təqdimat haqqında sizə məlumatı verdim. Evin qiyməti, start qiyməti 120 mindir. Real alıcı olsa, endirim olmanda birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. 120 min start qiymətdir, hörmətli izləyicilər. Endirimdə birbaşa sahibindən danışacaqsa, son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. Yeri gözəl yerdir, yerdə yaxşıdır, yolun qırağıdır, mərkəzdir. Bunun hamısını nəzərinizə çatdırıram. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah halanı da xeyir versin. Allah